Salam. Dövlət İmtahan Mərkəzinin 20 sınaq test bankının 15-ci sınavına baxırıq. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edək. German dil qrupu burada göstərilən 2 və 6 rəqəmi ilə Almaniya və Norveçə aid olar. Deməli, birinci 2, 6. Roman dil qrupu ilə burada göstərilən Braziliya və İspaniyaya aid olar. 1, 4 və İran dil qrupu 3 və 5 rəqəmlərlə göstərilən Əfqanistan və Tacikistan ölkələrinə aid olar. 3, 5. Yəni cavab B variantı. El-Levin diaqramına uyğun olan bəndləri müəyyən edək. Gördüyümüz qədər sol tərəfdə yay gün dönümü, sağ tərəfdə isə qış gün dönümü günləri təsvir edilib. Yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticəsidir şərti ortaqdır. Şimal yarımkürəsi daha çox istilik alır şərti yay gün dönümündədir. Birinciyə 2. Cənub qütb dairəsində günəş şüalarının düşmə bucağı 47 dərəcədir şərti qış gün dönümünə aiddir. Belə ki, günəş cənub tropikindədir. Cənub tropikindən cənub qütb dairəsinə arada coğrafi enlik fərqi 43 dərəcədir. 90-dan da 43 çıxanda cavab 47 qalır. İkinciyə 3. 23,5 dərəcə cənub enliyində yerləşən coğrafi obyektlərin günorta vaxtı kölgəsi olmur şərti qış gün dönümünə aiddir. Yəni ikinciyə 4. Yerin xəyali oxun orbit müstəvisinə 66,5 dərəcə meyilli olmasının nəticəsidir şərti ortaqdır. Üçüncüyə 5. Və Bakı şəhərində günəş şüaları düşmə bucağı 73,5 dərəcədir. Bu da yay gün dönümünə aiddir. Belə ki, günəş şimal tropikində olanda 40 dərəcə şimal enində yerləşən Bakı şəhərinə günəş şüaları 73,5 dərəcə ilə düşür. Birinciyə 2, 6, ikinciyə 3, 4, 1, 4, üçüncüyə 3, 5 cavab B variantı. Konus proyeksiyasında ən az təhrifin olduğu və qütb ulduzunun görünmədiyi enlikləri müəyyən edək. Bildiyimiz qədər konus proyeksiyası 60 dərəcəli coğrafi enlikdə toxunur kürəyə və qütb ulduzunun görünmədiyi 60 dərəcə cənub enliyi B variantında göstərilib. Xüsusiyyətlərin aid olduğu iqtisadi rayonu müəyyən edək. 2 xarici ölkə və 1 iqtisadi rayonla həmsərhəddir. Dağ mədəni sənayesi inkişaf edib. Qara metallurgiya üçün qeyri-filiz xammal mövcuddur. Hər 3 şərt Qazax-Tovuz iqtisadi rayonu üçün uyğundur. Belə ki, Qazax-Tovuz həm 2 xarici ölkə olan Gürcüstan və Ermənistanla və 1 iqtisadi rayon olan Gəncə-Daşkəsənlə həmsərhəddir. Dağ-mədən sənayesi Gədəbəydə inkişaf edib. Qara metallurgiya üçün qeyri-filiz xammalı da Qazax rayonundakı bentonit gilidir. Seolit, perlit və gips yataqlarının yerləşdiyi inzibati rayonlarının müvafiq olaraq müəyyən edək. Seolit Ağdağ adlı yataqdadır və Tovuz rayonuna aiddir. 1. Perlit Kəlbəcərdədir. 3. Və gips Ağcakənd yatağı Goranboydadır. 4. Cavab C variantı. Uyğunluğu müəyyən edək. Kürün sağ sahili, kürün sol sahili, kürün hər iki sahili. Azərbaycanın siyasi inzibati xəritəsindən görə bilərik ki, Bərdə və Goranboy rayonları kürün sağ sahilindədir. Yəni 1 və 5. Ağdaş və Kürdəmir rayonları kürün sol sahilindədir. 2 və 4. Yevlax və Sabirabad isə kürün hər iki sahilindədir. 3 və 6. Cavab B variantı. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edək. 2, 3, 5 rəqəmləri ilə verilmiş ərazilərdə sönmüş vulkanlara rast gəlinir şərti yanlışdır. Belə ki, nə Talış zonasında, nə Böyük Qafqazda, nə də Kür dağlara çökəliyində sönmüş vulkan yoxdur. Birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları elədik. 1, 4, 5 rəqəmləri ilə Kaynazoyun 4-cü dövrün süxurlanlara rast gəlinir şərti doğrudur. İkinci şərti götürə bilərik. İkinci şərtin verilmədiyi variantda silirəm. 1, 3, 5 rəqəmlərlə verilən məntəqələrdə gətirmə konusları yayılmışdır şərti yanlışdır. Belə ki, gətirmə konusları dağ ətəyi düzənliklərdə olur. Nə 3, nə də 5 dağ ətəyi düzənlik deyil. Üçüncü şərt də yanlışdır və üçüncü şərtin verildiyi variantda silirəm.
2 rəqəmi ilə Talış, 4 rəqəmi ilə Vulkanik Yayla və 6 rəqəmi ilə Zəngəzur silsiləsi hər üçü Kiçik Qafqaz tektonik qalxmasında yerləşir. 4-cü şərt doğrudur və 4-cü şərtin verilmədiyi variantda silirəm. 1, 2, 6 rəqəmlərlə verilmiş ərazilərdə mövzu erası süxuruna rast gəlinir şərti. Sözü gedən ərazilərin heç birində mövzu yaşlı süxurlar yoxdur. Bir rəqəmi ilə verilən yerdə 4-cü dövr, 2 və 6 rəqəmlərlə verilən yerlərdə isə paleogen yaşlı süxurlar yayılmışdır. 5-ci şərt yanlışdır. 3, 4, 6 maqmatik mənşəli faydalı qazıntılar yayılmışdır. Hər 3 rəqəmlə verilən ərazidə maqmatik mənşəli faydalı qazıntılar yayılmışdır. Belə ki, 3 rəqəmində polimetal, 4 və 6 rəqəmlərində isə civə, qızıl, molibden kimi faydalı qazıntılar vardır. Cavab A variantı. Azərbaycanda beynəlxalq əhəmiyyətli boru kəmərlərinin keçmədiyi iqtisadi rayonları müəyyən edin. A variantında Qazax Tovuzdan keçir, B variantında Quba Xaçmazdan keçir, C variantında isə heç bir iqtisadi rayondan beynəlxalq əhəmiyyətli boru kəməri keçmir. D variantında Şirvan Salyandan keçir, E variantında Quba Xaçmazdan keçir. İqlim diaqramlarının aid olduğu məntəqələrin yerləşdiyi ərazilər üçün ümumi xüsusiyyətləri müəyyən edək. Birinci diaqramın subtropik Aralıq dənizi tipinə, ikinci diaqramın isə musson tipinə aid olduğunu görmək olar. Keçid iqlim qurşağında yerləşir şərti doğrudur. Yay fəsli isti və rütubətlidir, yalnızca musson rejimli yerə aiddir. Çaylardan yayda suvarmada istifadə olunur şərti yalnızca Aralıq dənizi tipindən aiddir. Ən böyük əkinçilik regionudur şərti mümkündür. Belə ki, burada suvarma şəraitində aqroiqlim ehtiyatı boldur. Bitki örtüyü zəngindir şərti təbii ki, bu da mümkündür. Mövsümi küləklərin təsiri altındadır. Bu yalnızca musson rejimli əraziyə aiddir. Cavab E variantı. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox və az olduğu əraziləri müəyyən edək. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu yerlər quraq ərazilərdir. Yəni biz bura Qobustanı, Acınuhur Ceyran çölü və Araz boyu düzənlikləri aid edə bilərik. Yəni 1-ciyə 2, 4, 5, rütubətli ərazilər kimi isə Lənkəranı və Qanıq Əyri çayı çökəkliyini göstərmək olar. Cavab A variantı. 6000 metr dərinliyə exolotdan göndərilən səs siqnalı neçə saniyəyə geri qayıdar? Exolotdan göndərilən səs siqnalının sürətinin saniyədə 1500 metr olduğunu nəzərə alsaq, 6000 metr dərinliyə çatmaq üçün 4 saniyə və geri qayıtmaq üçün yenə 4 saniyə vaxt lazım olur. Cəmi 8 saniyə. Cavab B variantı. Yer kürəsinin sxemdəki vəziyyəti müşahidə olunan zaman su sərfinin artdığı və azaldığı çayları müəyyən edək. Gördüyümüz qədər burada yay gündönümü göstərilmişdir. Şimalda yay, cənubda qışdır. Və yay gündönümü zaman və yay fəslində musson rejimli Xuanxe çayında, Mekong çayında və buzlaqlarla qidalanan Amudərya çayında su sərfi artar. Həmin vaxtı subtropik Aralıq dənizi tipində quraq dövr olduğu üçün Taxu çayında və cənub subekvatoral ərazidə quraq dövr olduğu üçün Zambezi və Parana çayında su sərfinin azaldığı dövrlərdir. Yəni 1-ciyə 1, 3, 5, 2-ciyə 2, 4, 6 D variantındadır. Fəal temperaturun cəminin çox, lakin əkinçiliyin zəif inkişaf etdiyi ölkələri müəyyən edək. Buraya səhra zonalarını götürə bilərik. Əlcəzair, Liviya, Səudiyyə Ərəbistanı variantı uyğundur. Cədvələ əsasən yanlış sıraları müəyyən edək. Çöl, meşə, çöl, Orta Sibir yaylası qara yanlışdır. Belə ki, Orta Sibir yaylasına əsasən podzol torpaqlardır. Birinci şərt. Pampa, Braziliya yaylası qırmızı qara torpaqlar yanlışdır. Pampada qırmızı qara torpaqlar var, ancaq bu Braziliya yaylasında deyil, La Plata hövzəsindədir. 2. Enliyarpaqlı meşələr böyük suvarıcı dağlarda mövcud deyil. 1, 2, 4 cavab D variantı.
Sxemdə verilmiş landşaft ardıcıllığına uyğun gələn istiqaməti xəritə sxem üzərində müəyyən edək. Yarımsəhra, dağ çöl, dağ meşə, dağ çəmən, subnival, nival ardıcıllığı Böyük Qafqazda, yalnızca Böyük Qafqazda var. Deməli, buraya üçüncü istiqaməti götürə bilərik. Əlamətlərə uyğun gələn faydalı qazıntıları müəyyən edək. Maqmatik mənşəlidir şərti D və Y variantlarını ələyir. Belə ki, burada çökmə mənşəli neft və daş kömürü göstərilib. ETİ dövrünə qədər inkişaf etmiş ölkələrdə emalı getsə də hazırda emalı inkişafda olan ölkələrdə aparılır şərti əslində hər üçünə aid ola bilər. Ancaq qara metallurgiyada istifadə edilir şərti yalnızca dəmir filizinə aiddir. Belə ki, B variantında polimetal, C variantında isə qızıl göstərilib. Cavab A variantı. Kiçik Qafqazın şimal-şərq və cənub-şərq yamacları üçün ümumi xüsusiyyətlər. Seysmik cəhətdən daha aktivdir şərti yalnızca şimal-şərqə aid olar. Birinci şərt götürülməz. Mineral bloklara rast gəlinir. Kiçik Qafqazın bütün dağ-təyi ərazilərində buna rast gəlinir. Sönmüş vulkanlar var, hər yerdə yoxdur. Qədim süxurlar yayılmışdır şərti doğru deyil. Dağlarda yüksəklik azaldıqca süxurların yaşı cavanlaşır. Dördüncü şərt də yanlışdır. Qızıl yataqlarına rast gəlinir. Buna Gədəbəy, Kəlbəcər və Zəngilan zonalarına aid eləmək olar. 2-5 cavab D variantı. Uyğunluğu müəyyən edək. Çelüskin burnu Taymır yarımadasındadır. 1-ə C. Rasxafon Somal yarımadasındadır. 2-yə B. Roka burnu Piriney yarımadasındadır. 3-ə D. Və St. Charles Labrador yarımadasındadır. 4-ə A. Cavab A variantı. Əlamətlərə uyğun gələn ölkələr. Yarımadada yerləşirlər. Respublika idarəetmə formasına malikdirlər. Eyni materikdə yerləşirlər. Okeana çıxışları yoxdur. Şərti A variantındakı Serbiya, Laos və Şimali Makedoniya ölkələri üçün ortaqdır. Sakit Okean sahilində inkişaf etmiş ölkələrə məxsus olan limanların verildiyi bəndi müəyyən edək. A variantında Şanxay Çindədir və inkişaf etmiş ölkə deyil. B variantında eynən Şanxay. C variantında Vladivostok inkişaf etmiş ölkə ərazisində deyil. D variantında Marsel Atlantik Okeanı sahilindədir. Y variantında Vancouver Amerika Birləşmiş Ştatlarında, San Francisco Amerika Birləşmiş Ştatlarında, Newcastle isə Avstraliyada Sakit Okean sahilində yerləşən liman şəhərlərdir. Uyğunluğu müəyyən edək. Atlantik Okeanı, Hind Okeanı və Xəzər dənizinə aid olan çaylar soruşulur. Qızıl İrmaq çayı Qara dənizə tökülür və Atlantik Okeanına aiddir. Birinciyə A. Dəclə çayı Anadolu yaylasından başlayır və İran körfəzinə tökülür. Hind Okeanına aiddir. 2-yə B. Ural çayı Xəzər dənizinə aiddir. 3-ə C. Fərat çayı Dəclə ilə bir yerdə Hind Okeanına tökülür. 2-yə D. Və Kür çayı da Xəzər dənizinə tökülür. 3-ə Y. Cavab D variantı. Xəritə sxemdə verilmiş ölkələrə uyğun olan ifadələri müəyyən edək. 1 və 4 rəqəmləri ilə verilən ölkələrin Braziliya və Hindistan olduğunu görürük. Hər ikisi federativ respublikadır və Braziliya daş kömür idxal etdiyi halda Hindistan daş kömürünü ixrac edər. Deməli, birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. 2 və 6 rəqəmləri ilə göstərilən Nigeriya və Panama ölkələrinə neft ixrac edir şərti ortaq deyil. Belə ki, Panama neft ixrac etmir. İkinci şərt yanlışdır və ikinci şərtin verildiyi variantda silirəm. 3 və 6 rəqəmləri ilə Misir və Panama ölkələri göstərilib. Ərazidən gəmçilik kanalı keçir, oxşardır. Ərazisi iki qitədə yerləşir şərti isə fərqlidir.
Belə ki, Panama 2 materikdə, 1 qitədə, Misir isə 2 materik və 2 qitədə yerləşir. Üçüncü şərtdə bizə lazımdır. Deməli, C variantını da silə bilərik. Dördüncü şərtə baxırıq. 2 və 5 rəqəmləri ilə verilən Venezuela və Nigeriya ölkələri OPEC təşkilatının üzvüdür şərti oxşardır. Əlvan metallurgiya üçün xammal bazası var. Şərti isə yalnızca Venezuelaya aiddir. Deməli, birinci, üçüncü və dördüncü cavab Y variantı. A məntəqəsində havanın temperaturu -3, B-də isə -9 olarsa, aralarındakı hündürlük fərqini tapaq. Gördüyümüz qədər onların aralarında 12 dərəcə temperatur fərqi var. 1000 metrə 6 dərəcədirsə, 12 dərəcəmiz 2000 metr eləyər. Cavab 2000. Qidalanmalarında yeraltı suların üstünü təşkil etdiyi çaylar. Samur çayı əsasən qar və buzlaqlarla qidalanır. Tərtər çayı yeraltı sularla qidalanır. Köndələn əsasən yağış sularla qidalanır. Astara çayı yağış sularla qidalanır. Araz yeraltı sularla, Həkəri yeraltı sularla qidalanır. Cavab 2, 5, 6. Qara metallurgiyada istifadə edilən faydalı qazıntılar və onların düzgün verildiyi sıraları müəyyən edin. Birinci şərtdə dəmir filizi, ikinci şərtdə mis, üçüncü şərtdə qalay, dördüncü şərtdə kömür, beşinci şərtdə boksit faydalı qazıntıları göstərilib. Qara metallurgiyada bunlardan dəmir filizindən və kömürdən istifadə edilir. Digərləri əlvan metallardır. Kömür dəmir filizinin əridilməsi üçün, dəmir filizi isə onun əsas xammalı olduğu üçün götürülə bilər. 1-4. Mezozoy erasına aid olan xüsusiyyətlər. Bu erada yaranan dağlar qədim Lavraziya qurusuna aid olan materiklərdə rast gəlinir. Bəli, Şimali Amerikada Kordilyer, Avrasiyada Verxoyansk, Çersk kimi dağlar Mezozoy erasına aiddir. Birinci şərt doğrudur. Pantalas okean transkresiya və regresiyaya məruz qalıb şərti Paleozoya aiddir. Müasir materiklər formalaşıb şərti Mezozoyda baş verib. Bu eraya məxsus olan süxurlara Azərbaycan dağlıq ərazilərində rast gəlinir şərti tamamilə doğrudur. Belə ki, Böyük və Kiçik Qafqaz dağlarının yüksək hissələri əsasən Mezozoy erasına aiddir. Bu erada yaranan dağlar qeyri-filiz yataqları ilə zəngindir. Şərti tam dolğun şərt deyil. Həm qeyri-filiz də olar, filiz də olar. Deməli, 5-ci şərtdə yanlışdır. 1, 3, 4. Uyğunluğu müəyyən edək. Böyük Çin düzənliyi, Turan ovalığı və Qərbi Sibir ovalığına aid olan xüsusiyyətləri soruşulur. Əhalinin sıxlığı yüksəkdir şərti Böyük Çin düzənliyinə aiddir. Belə ki, Çin Xalq Respublikasının əhalisi burada çoxca məskunlaşıbdır. 1-ə A. Ərazisindən axan çaylar buzlaq suları ilə qidalanır şərti Turan ovalığına aiddir. Amudərya, Sırdərya çayları buzlaq suları ilə qidalanır. 2-yə B. Dünyanın ən böyük bataqlığı burada yerləşir. Söhbət Vasyugan bataqlığından gedir. Qərbi Sibir ovalığında 3-ə C. Dünyanın ən böyük çəltikçilik regionlarından biridir. Təbii ki, söhbət Cənub Böyük Çin düzənliyindən gedir. 1-ə D. Və buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqi çox olması quraq Turan ovalığına aiddir. 2-yə Y. Situasiya suallarına baxaq. Yerin Günəş ətrafında orbit xətti üzrə hərəkəti zamanı onun səthi qeyri-bərabər işıqlanır. Günəş şüalarının düşmə bucağı enliklər üzrə fərqli olduğundan yer səthində fərqliliklər yaranır. Bu fərqlilikləri müəyyən etmək üçün yer səthində işıqlanma quşaqları ayrılır. Yay gündönümü günündə Günəş şüaları şimal yarımkürəsində yerləşən A məntəqəsinə 47 dərəcə, B məntəqəsinə isə 23,5 dərəcə bucaq altında düşür. A məntəqəsi həmçinin işıqlanma qurşağının sərhədində yerləşir. Mətnə əsasən məntəqələrə uyğun gələn xüsusiyyətləri müəyyən edib, cədvələ müvafiq xanaları yazaq. A məntəqəsinin yerləşdiyi coğrafi enlik və B məntəqəsinin yerləşdiyi coğrafi enliklər soruşulur. Əgər söhbət yay gündönümündən gedirsə və şimal yarımkürəsində Günəş şüalarının 47 dərəcə bucaq altına düşdüyü məntəqə soruşulursa, bu
şimal 66,5 dərəcə coğrafi enlikdir. Belə ki, Günəş həmin vaxtı şimal tropikindədir, 23,5 dərəcə şimal enindədir. 47 dərəcə bucaq altına düşən məntəqəni tapmaq üçün zenit bucağından düşmə bucağına çıxıb aradakı coğrafi enlik fərqini taparıq. Yəni 90-dan 47 çıxsaq eləyər 43, 23,5-in də üstünə 43 dərəcə gəlsək eləyər 66,5. Günəş şüalarının 23,5 dərəcə bucaq altına düşdüyü məntəqə isə şimal qütbüdür. 90 dərəcə şimal. Belə ki, 90-dan 23,5 çıxsaq eləyər 66,5 və Günəş də şimal tropikində olduğuna görə 23,5-in üstünə 66,5 gələndə eləyir 90. Deməli, biz buraya A məntəqəsinə 66,5 dərəcə şimal yazarıq. B məntəqəsinə 90 dərəcə şimal enliyi yazarıq. A və B məntəqələri arasında ən qısa məsafə isə burada coğrafi enlik fərqi 23,5 dərəcədir və meridian üzərində bu məsafəni tapmaq üçün 111-ə vurarıq. Cavabımız 2608,5 kilometr eləyər. Mətnə əsasən A və B məntəqələri arasındakı işıqlama qurşağını, işıqlama qurşağının keçdiyi materikləri və ona aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazaq. A və B məntəqələri arasındakı işıqlama qurşağı şimal qütb işıqlama qurşağıdır. Bu işıqlama qurşağının keçdiyi materiklər Şimali Amerika və Avrasiyadır. İşıqlanma qurşağının əsas xüsusiyyətləri. İşıqlanma qurşağı şimal qütb dairəsi ilə şimal qütbü arasında olduğuna görə burada yüksək təzyiq olur. Burada qütb gecə və gündüzləri yaşanır. Burada gecə ilə gündüz adi növbələşmir kimi xüsusiyyətləri qeyd etmək olar. Müəyyən edilmiş işıqlanma qurşağında yerləşən ada, dəniz və ölkələri cədvələ yazaq. Hər birinə aid ən azı 3 nümunə. Ada olaraq Qrenlandiyanı, Şpitsbergen adalarını, Devon, Elsmir, Vrangel, Victoria, Banks və sairə adaları qeyd etmək olar. Dəniz olaraq Qrenlandiya, Baffin, Beaufort, Barents, Scott, Norveç, Laptevlər, Kara və bir neçə başqa dənizi də qeyd etmək olardı. Ölkə olaraq Rusiya, Kanada, Norveç, İsveç, Finlandiya, Amerika Birləşmiş Ştatları kimi ölkələri qeyd edə bilərik.